Salamlar, vaxtınız xeyir olsun. Biz bugün miqyas məsələlərinin izahına baxacağıq. Gəlin vaxtırmadan birinci tapşırığa baxaq. A və B məntəqə arasındakı məsafə 1/3 milyon. Miqyaslı xəritədə 15 sm olarsa həqiqi məsafəni tapın. Biz düsturları bilməliyik. Həqiqi məsafəni tapan zaman həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Baxın, bizə miqyas da verib, xəritədəki məsafə də verib, bizə həqiqi məsafəni tapmağımızı istəyir. Baxın, miqyasımız 1/3 milyondur. Və biz bunu miqyasdan azad etməliyik. Miqyasdan azad edən zaman ədədin sonuna 5 dənə 0 silməliyik. Baxın, 1, 2, 3, 4, 5. Ədədin sonunda, yəni ədədin sonunda 5-dən artıq 0 varsa, yaxud da 5 dənə 0 varsa, bu 1 kilometrə bərabərdir, yəni kilometrə bərabərdir. Ona görə də ədədimiz 1 santimetrdə, yəni nəyə bərabərdir? 30 kilometrə bərabər tapdıq ki, xəritədə 1 santimetrə 30 kilometrə uyğun gəlir. Və deyir ki, xəritədəki məsafə 15 cm olarsa, həqiqi məsafəni tapın. Yəni, xəritədəki məsafəmiz oldu 15. Yəni, həqiqi məsafə bərabərdir. 15 vurulsun, yəni 30. Bu da bizə verəcək 450 km. Düzgün cavabımız olacaq A bəndi. 1-də oldu A bəndi. Daha sonra 2-yə bax. A-dan sayısı 1000 kvadrat kilometrdir. Xəritədəki sayısı 2,5 kvadrat santimetrdir. Və bizdən xəritənin tərtib olunan miqyası soruşur. Burada fikir verirsinizsə, sahə ilə verilib hər biri, yəni kvadratla verilib. Ona görə də bizim düsturumuz burada belə olacaq. Xəritədəki sahə, həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun, miqyasın kvadratı. Biz buradan düsturlar çıxarda bilərik. Məsəl üçün, xəritədəki sahəni tapmaq istəyiriksə, xəritədəki sahə bərabərdir. Düsturlar çıxartmalıyıq bu düsturdan. Xəritədəki sahə bərabərdir. Həqiqi sahə bölünsün. Miqyasın kvadratı. Daha sonra miqyası tapmaq istəyirsə, miqyas bərabərdir. Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün. Nə? Xəritədəki sahə. Baxın görə bizdən nə istəyir? Bizdən miqyas istədiyinə görə biz bu düsturdan istifadə edəcəyik. Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün. Xəritədəki sahə. Tapmaq istəyirsə, miqyasın kvadratı bərabərdir. 1000 bölünsün, yəni 1000 kvadrat kilometrə bölünsün 2,5 cm kvadrat. Bu da bizə verəcək 400. Amma bizdə miqyas fikir versə kvadrat olduğuna görə nəyin kvadratı 400 edir? Təbii ki, 20-nin. 20-nin də sonuna 5 dənə 0 yazacağım. 1, 2, 3, 1, 2, 3, 4, 5. 1 bölünsün, nə olacaq? 2 milyon. O da bizə uyğun gəlir. Hansı variantda? Y bəndində. 2 də oldu Y bəndi. Daha sonra 2 şəhər arasındakı həqiqi məsafə 80 kilometrdir. Xəritədəki məsafə 20 cm olarsa, tərtib olunduğu miqyası tapın. Buranı təmizləyim. Eyni qaydada biz yenə düsturu bilməliyik. Bizdən bu səfər nə istəyir? Miqyası istəyir. Yəni, miqyasın tapılmasını istəyir. O zaman miqyas bərabərdir. Həqiqi məsafə bölünsün, xəritədəki məsafə. Bizdə həqiqi məsafə 80 kilometrdir. 80 kilometrdir və xəritədəki məsafə 20 santimetrdir. 80-i mən böləcəm 20-yə. Bizə verəcək nəyi? 4-ü. 4-ün də sonuna, yəni baxın görün kilometrləndir. Yəni buna fikir vermək lazım. 4 kilometr. 4 kilometrin də sonuna 5 dənə 0 əlavə verəcəm. Olacaq bu 1 bölünsün 400 min. Yəni 3 olacaq C bəndi. Əgər metrlə olsaydı, sonuna 4 dənə 0 əlavə edəcəm. 5 kilometrlə olduğuna görə sonuna 5 dənə 0 əlavə elədim. Yəni, miqyasda sonunda standart 5 dənə 0 varsa, bu ədəd kilometri ifadə edir. Yəni, azad edən zaman kilometri ifadə edəcək. Daha sonra 4-ə bax, xəritədə 16 bütöv və 24 yarımçıq dama vardır. Və miqyası 1/300 mil olan miqyaslı xəritədə həmin sahə neçə kilometrə bərabər olar. Bax, bu paletka məsələsidir, yeri tip məsələdir. Bax, 16 bütöv dama, bir də 24 yarımçıq dama var. 16 bütöv damanı tapmaq istəyirsə, 4 damamız 1 cm kvadrata bərabərdir. Eyni qaydada 8 yarımçıq damamız isə bərabərdir 1 cm kvadratına. Yəni, bunu belə izah edeyim. Baxın, bu 4 dənə dama bərabərdir 1 cm kvadratına. Eyni şəkildə, baxın, bunun yarısı da, yəni bunun yarısı da bərabərdir. Eyni şəkildə 1 cm kvadratına. Söhbət yarımçıq damadan gedir. İndi davam edək dərsimizə. Bunu bölüm, təmizləyim.
Bax 16 bütöv damamız var. 16 bütöv dama, yəni bunu santimetrin kvadratına çevirməliyik. 16 bütöv damadırsa, bunu mən böləcəm 4-ə. 16-nı böləcəm 4-ə. Böyləcə 4 santimetr. 24 də yarımçı adam olduğuna görə 24-ü böləcəm 8-ə, eləyəcək 3. Bunları toplayacam, eləyəcək 7 santimetr kvadrat. Daha sonra həqiqi məsafəni istəyirəm. Bu tapdıq ki, xəritədəki məsafə 7 santimetr kvadratdır. Və miqyasımız da 1/300 mindir. Sonuna 5 dənə 0 silirəm. Baxın 1, 2, 3, 4, 5, 3. Və burada sahə ilə istədiyinə görə həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Yəni mən miqyası götürüb, yəni 7-ni 3-ə vurmayacağam. 3-ü kvadratı yüksəldib, yəni 7-yə vuracağam. O da bərabərdir. 7 vurulsun. Yəni 3-ün kvadratı 9. Bərabərdir bizə nəyi verəcək? 63-ü. 4 oldu A bəndi. Daha sonra 5-ə baxaq. İki şəhər arasındakı həqiqi məsafə 210 kilometrdir. Və 1/7 miqyaslı xəritədə həmin məsafə neçə santimetr olar? Bu səfər baxın, ədədin sonundan 5 dənə 0 silən 1, 2, 3, 4, 5. Yəni yerdə qaldı 70, yəni 1 santimetrdə 70 kilometrə bərabərdir. Eyni şəkildə bu səfər bizdən nə istəyir? Xəritədəki məsafəni. Xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə bölünsün miqyas. Həqiqi məsafəmiz burada nədir? 210-dur və miqyasımız da 70-dir. 210 bölünsün 70 bərabərdir 3 santimetr. Bu yəni məsafə xəritədə 3 santimetrə bərabərdir. Düzgün cavabımız olacaq 5-də A bəndi. 6-ya baxaq. Ben bunu söyledim PDF. Aha, 6'ya baxaq. Sahəsi 1000 kvadrat kilometr olan gölün xəritədəki sahəsi 2,5 cm kvadrat göstərilmişdir. Xətti miqyası tapın. Gəlin tapaq. Bizdə miqyası istədiyi üçün miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün. Yəni xəritədəki sahə. O da bizdə həqiqi sahə 1000 olduğuna görə miqyasın kvadratı bərabərdir. 1000 bölünsün 2,5. Bu da bizə verəcək 400'ü. 400'ü. Nəyin kvadratı 400 eləyir? Təbii ki 20'nin. Düzgün cavabımız olacaq 20 kilometr. Bu da uyğun gəlir 6'da nəyə? A bəndinə. Elə bu testlə demək olar ki eyni idi. Baxın. 2-dəki testin demək olar ki eyni idi. Prosta burada qrafik şəklində göstərməmizi istəyirdi. Daha sonra ekvator çevrəsinin uzunluğunun orta miqyaslı qlobusda neçə santimetr olduğunu tapın. Baxın, qlobus çevrəsinin uzunluğu 40.076 kilometrdir. Yəni 40.076 kilometrdir. Orta miqyaslı qlobus isə 1/50 milyon, yəni 1 santimetrə 50 kilometr uyğun gəlir. Onda biz, yəni həqiqi məsafəmiz 40.076-dır. Miqyasımız isə 50 kilometrdir. Onda biz 40.076-nı böləcəm mən. 40.076-nı böləcəm mən 50'yə. Bu da bizə verəcək 76 bölsün 50. O da bizə verəcək neçə dəqiqə? 40.076 bölünsün 50. O da bizə verir təxminən 80 santimetr. Onluq kəsin oldu, amma burada tam verib yazdığına görə 80 olacaq. Düzgün cavabımız Y bəndi. 7 oldu Y bəndi. Tam cavabımız isə 80 tam 1000-152-dir cavabımız. Əgər tam cavab bilmək istəyirsinizsə. 8-ə baxaq. 1/500 miqyaslı xəritədə eni 2 cm, uzunluğu 4 cm olan gölün yer səthindəki həqiqi sahəsini tapın. Baxın, biz bunu 2 düsturla həll edə bilərik. Baxın, A vurulsun, B vurulsun, miqyasın kvadratı. Baxın, bu en uzun, yəni AB kvadrat, A vurulsun, B elə bizə xəritədəki sahəni verir, xəritədəki sahəni. Ya biz bunu belə yaza bilərik, xəritədəki sahə vurulsun, miqyasın kvadratı, və yaxud da belə də yaza bilərik, A vurulsun, B vurulsun, miqyasın kvadratı. Hansı daha uyğundur? Baxın, gəlin belə yazaq, A vurulsun, B vurulsun, miqyasın kvadratı şəklində yazaq. Gəlin, buranı silim. Aha, baxaq. Yəni, həqiqi sahə bərabərdir. 2 vurulsun 4. Vurulsun nə? 5'in kvadratı. Yəni 25.
O da bizə verəcək 25 vurulsun 8 bizə verəcək 200'ü. Düzgün cavabımız olacaq 200 kilometr kvadrat Y bəndi. Daha sonra 9'a bax. Xəritədə adanın eni 3 sm, uzunluğu 5 sm-dir. 1 bölünsün 10 milyon 1 bölünsün 1 milyon miqyaslı xəritədə adanın həqiqi sahəsi nə qədər olar? Gəlin tapaq. Bunu da təmizləyim. Baxaq. Baxın, eyni qaydada, baxın, bu 3'ü 5'ə vuraram. Xəritədəki sahəni taparam. Eləyər neçə? 15. Xəritədə tapdıq ki, 15 sm kvadratdır. Miqyası isə 1 bölünsün 1 milyondur. Siləndə 10 qalacaq. 10. Və həqiqi sahəni istədiyinə görə həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Miqyasımız burada 10'dur. Xəritədəki sahəmiz isə 15'dir. Yəni 15 vurulsun 10'un kvadratı. Yəni o da bizə verəcək 1500'ü. A bəndi. A bəndi. Sonra ona baxaq. 1 bölünsün, baxaq görə bu neçədir? 1, 2, 3, 4, 5. 1 bölünsün 500 miqyaslı xəritədə adanın sayısı 6 sm kvadratdır. Həmin sahə digər xəritədə 1,5 sm olarsa, ikinci xəritənin tərtib olunduğu miqyası tapın. Gəlin tapaq. Birinci biz bura qədər, yəni nöqtəyə qədər bir məsələ kimi baxacaq. Nöqtədən sonrasına isə bir məsələ kimi baxacaq. Baxın, xəritədəki sahəmiz 6 sm-dir. Miqyasımız, yəni 500 min, yəni 5. 1 sm-də 5 kilometrə uyğun gəlir. Onda həqiqi sahəni tapan zaman 6 vurulsun, yəni düstur yazmayacağım. 6 vurulsun 5'in kvadratı, yəni 25 vurulsun 6, o da bizə verəcək 150. Bərabərdir 150 kilometr kvadrat. Aldığım 150 kvadrat kilometri, baxın, yəni məsələnin sol tərəfinə, sağ tərəfinə yönləndirəcəm. Yəni 150'ni buraya yazacağım. Burada oldu həqiqi sahəmiz 150 kvadrat kilometr. Xəritədəki sahəmiz 1,5 sm kvadrat olarsa, ikinci xəritənin tərtib olunduğu miqyası bizim tapmağımızı istəyir. Eyni qaydada 150'ni mən böləcəm. Yəni 150'ni böləcəm 1,5'ə. Bu verəcək bizə 100'ü. Yəni 100'ü mən o cavab kimi götürməyəcəm. 100'ü də mən hansı ədəd kvadrat 100 olar? Təbii ki 10. Düzgün cavabımız olacaq. 1 bölünsün 1 milyon olacaq. O da eləyəcək onda Y bəndi. Onda eləyəcək Y bəndi. Yəni 1 bölünsün 1 milyon. Daha sonra 11'ə baxın, gölün həqiqi sahəsi 180 kvadrat kilometr olarsa, tərtib olunduğu miqyas 1 bölünsün 600 min miqyaslı xəritədə gölün eni 1 sm olarsa, gölün xəritədəki uzunluğunu tapın. Gəlin tapaq. Gəlin miqyasını azad eləyək. 6 ilə 6 olacaq. 6'nın kvadratı hesablayıram 36. Çünki yəni biri başa yazıram elə. Yəni 180 də böləndə 36'ya bizə verəcək neçəni? 180 bölünsün 36 bizə verəcək 5. Eni 1 sm olduğu üçün, yəni 1'i 5'ə vuranda elə 5 eləyəcək. Düzgün cavabımız olacaq 11'dan A bəndi, yəni xəritədəki uzunluğu 5 sm-ə bərabər olacaq. Daha sonra 12'ə baxaq. Xəritədə gölün sahəsi 7 sm kvadrat, miqyası isə görə nə qədərdir? 1, 2, 3, 4, 5, 900 min. 1 bölünsün 900 mindir. Həqiqi sahəsini bizdən soruşur. Onda həqiqi sahəni tapan zaman nə edəcəkdir? Yəni xəritədəki sahə vurulsun miqyasın kvadratı. Miqyasımız 9'dur. 9'u kvadratı yüksəldəcəm 81. 81 də vuracam 7'yə. Neçə eləyəcək bu bizdə? 81 vurulsun 7. Bu bizə verəcək 567'ni. Düzgün cavabımız olacaq 567 D bəndi. 13'ə baxaq, sahəsi görə 15625 kvadrat kilometr olan meşənin xəritə üzərində sahəsi 25 sm kvadrat əhatədir. Həmin ərazidən keçən yolun uzunluğu 137,5 km olarsa, xəritə üzərində yolun uzunluğu nə qədər olar? Yeni dediyim ki, bu nöqtəyə qədər bir məsələ kimi baxacaq. Sonra aldığımız cavabı bu hissə tətbiq eləyəcək. Bizdən burada miqyası tapmağımızı istəyir. Yəni 16.000
15625-i böləcəm mən 25-ə. Baxaq, 15625 bölünsün. 15625 bölünsün. Görüm düz yazdım. Aha, düz yazdım. 15620 bölünsün 25. Bu bizə təxmin verəcək 15625 bölünsün 25. Bu verəcək bizə 625-i. Mən 625-i 25 kimi yazmayacağım. Yəni bunun kvadratını çıxardacağım. 625-də hansı ədəd 625 kvadrat? Təbii ki 25. Tapdıq ki miqyasımız 25-dir. Daha sonra aldığım cavabı bura tətbiq edəcəm. Deyir ki, həmin ərazidə keçən yolun uzunluğu, yəni həqiqi uzunluğu 137.5 kilometrdir. Miqyasımız 25 santimetr, 25 kilometrdir və bizdən xəritədəki uzunluğu istəyir. Yəni 137.5 bölünsün 25, o da bizə verəcək nəyi? Bax, 137.5 bölünsün 25 bizə verəcək 5,5-i. Yəni 5,5 santimetr. Düzgün cavabımız oldu. 13-də D bəndi. 14-də baxaq, görün həqiqi sahəsi görün nə qədərdir? 20 kvadrat kilometrdir. Miqyası isə 1 bölünsün 5 milyon olarsa xəritədəki sahəsini tapmanı gəlin tapaq. Görün həqiqi sahəsi, yəni həqiqi sahə bölünsün miqyası yazmalıyıq. Həqiqi sahəsi 20 mindir. Miqyas isə 1 bölünsün 5 milyondur. Miqyası gəlin azad eləyə birinci. Azad eləyən zaman baxın 1, 2, 3, 4, 5, yəni 50. Daha sonra 50-nin də kvadratı yüksəlsə, bu bizə verəcək nəyi? 2500-ü. Eyni qaydada 20.000 bölünsün 2500, o da bizə verəcək 2500. O da bizə verəcək 0,8 santimetr. Yəni 20.000 bölünsün, daha doğrusu 20.000 bölünsün 2500, o da bizə verəcək 8 santimetr. Düzgün cavabımız olacaq B bəndi. 8 santimetr kvadrat. Daha sonra 15-ə baxaq. Sahəsi 2700 kub kilometr olan meşə kub kilometr olan platika üzərində 12 bütöv dama verilibsə, həmin ərazi miqyasını tapın. 12 bütöv damadırsa, biz bunu 4-ə bölməliyik. Demişdik ki, 4 damamız 1 santimetrin kvadratına bərabərdir. Yəni bunun damaları santimetrə çevirək. 12-ni 4-ə böləndə eləyəcək 3. Tapdıq ki, 3-dür. Və deyir ki, həmin ərazi miqyasını tapmağımızı istəyir. 2700 kvadrat kilometrə. Yəqin ki, burada kub verilib, kvadrat olmalıydı. Səhv yazıblar. 2700-ü bölürəm 3-ə. O bizə verəcək 900. 900 də nəyin kvadratıdır? Təbii ki, 30-un. 30-un da sonuna 3-dən 0 əlavə edəcək. 1 bölünsün 3 milyon olacaq. 15-də uyğun olacaq. 15-də cavabımız olacaq. Y bəndi. 1 bölünsün 3 milyon. Daha sonra 16-ya baxaq. Adan N18 uzunluğu 45. 45 və 1 bölünsün 9000 miqyaslı xəritədə həmin sahə nə qədər olar? Baxın, buna yenə deyirəm, A vurulsun, B vurulsun, M kvadrat kimi də yazmaq olar və yaxud da xəritədəki sahə vurulsun, miqyasın kvadratı şəklində də yazmaq olar. Yəni bu elə, yəni 18-45, yəni 18-45-ə vuranda elə xəritədəki sahəni tapmış olacaq. Yəni 18-40 ya da və yaxud da bunu da belə yazmaq olar. 18 vurulsun 45 vurulsun, yəni 9-un kvadratı. Bu şəkildə də yazmaq olar. Və yaxud da bu şəkildə də yazmaq olar. 18-i 45-ə vuraram. 18 vurulsun 45 bizə verəcək nəyi? 18 vurulsun 45 bizə verəcək 810-u, yəni 810 vurulsun 9-un kvadrat şəklində də yaza bilərəm. Və yaxud da belə də yaza bilərəm. İndi isə gəlin həll eləyək. 810-u 81-ə vursam, bu bizə verəcək 60, görək hansı, sahəni soruşur bizdən. Üzülü sayım, sahəni soruşur. Xəritədəki sahəni soruşur, ona görə. Yəni, eyni qaydada 810-u bölünsün, 810 yəni həqiqi məsafəni verir də, bu bizdə baxın 18-45 həqiqi sahəni verdiyi üçün 810 kvadrat
810 kilometr kvadrat bölünsün. Yəni 9-un kvadratı, yəni 81. O da bizə verəcək 10 santimetri. Düzgün cavabımız olacaq 16-da A bəndi. 17-yə baxaq. 17-də deyir ki, 2 məntəqə arasındakı həqiqi məsafə 6 sm olarsa, xəritədəki məsafəni tapın. Miqyasımız baxın 500 metr şəklində verilib. Yəni baxın kilometrə də baxmaq lazımdır. Metr şəklində verilib, kilometr şəklində verirsə, kilometr şəklində yazacaqdır. Metr şəklində verirsə, metr şəklində qeyd eləməli idik. Bizdən xəritədəki məsafəni istəyir. 6-nı mən böləcəm. 6-nı mən böləcəm 500-ə və yaxud da kilometrləri bərabərləşdirəcəm. 6 kilometr mən metr şəklində yazsam, 6000 bölünsün 500. Bu bizə verəcək nəyi? 6000 bölünsün 500. Bu bizə verməlidir 12-ni. 17 olacaq. 17 olacaq D bəndi. Sonra 18-ə baxaq. Meşənin həqiqi sahəsi 300 kvadrat kilometrdir. Xəritədəki sahəsi 3 sm kvadrata bərabərdir. Həmin miqyaslı xəritənin məntəqə arası 4 sm olarsa, məntəqə arasındakı həqiqi məsafəni tapın. Yəni eyni şəkildə bu nöqtəyə qədər bir məsələ kimi baxacağam. Yəni burada həqiqi sahəmiz 300 kvadrat kilometr verir və xəritədəki məsafə isə 3 sm kvadratdır. Miqyası bizdən istəyir. 300 kvadrat kilometr böləcəm 3 sm kvadrata. Bu bizə verəcək 100 kvadrat kilometr. Yəni onun da 100-dən də hansı kvadrat çıxır? Təbii ki 10. Tapdıq ki miqyasımız 1 sm-də 10 km-ə bərabərdir. Həmin 10 km bu hissəyə atıram. Yəni məsələn nöqtədən sonraki hissəsini atıram. Və baxın bizdə deyir ki, həm miqyas var, həm xəritədəki məsafə var. Yəni xəritədəki məsafəmiz 4 sm, miqyasımız 10 sm-dir. Bizə həqiqi məsafəni istəyir. 10 vurulsun 4, biz də eləyəcək nə? Y bəndi 40 km. İndi buranı təmizləyim. Oldu nə? 18-də Y bəndi. 19-a bax, həqiqi sahəsi 80 min kvadrat kilometr olan ərazinin xəritədəki sahəsi 50 sm olarsa, həmin miqyaslı xəritə digər sahədə nə qədər olar? Buradakı rəqəmi görməm, mən kitabdan baxım, sizə deyəcəm. Görə kitabda həmin rəqəm neçə yazılır? 19-a baxaq. PDF-də biraz yaxşı düşürür. 19-da 20 cm. Baxın, burada 20 cm qeyd olunub. Eyni şəkildə, baxın, bu vergülə qədər bir məsələ kimi baxacağım. Vergüldən sonrasına isə bir məsələ kimi baxacağım. Həqiqi sahəmiz 80 min kvadrat kilometr. Xəritədəki sahəsi 50 cm-dir. 80 mini mən bölərəm 50-yə. 80 min bölünsün 50. O bizə verəcək 80 min bölünsün 50. Bizə verəcək 1600. 1600-dən də kvadrat çıxardanda bizə verəcək nəyi? 40-ı. Tapdıq ki, burada miqyasımız 40-dır. 1 sm 40 km-dir. Həmin miqyaslı xəritədə digər sahəsi isə 20 sm kvadrat olan ikinci məntəqənin həqiqi sahəsini tapın. Burada da həqiqi sahəni tapmaq istəyiriksə, həqiqi sahə bərabərdir. Həqiqi sahə bərabər xəritədəki sahə vurulsun. Miqyasın kvadratı. Bizdə xəritədəki sahə verib 20 sm və miqyasımız 40-dır. 40-ın da kvadratı 1600 eləyəcək. 1600 vurulsun 40 eləyəcək bizdə 32.000 kvadrat kilometr. 19-da oldu D bəndi. 20-yə baxaq. Son barın həqiqi sahəsi 8 kvadrat kilometr, xəritədəki sahəsi 50 sm kvadratda. Xəritənin tərtib olunduğu miqyası tapın. Baxaq. Baxın, burada 8, baxın, həqiqi sahəmiz, baxın, 8 kvadrat kilometrdir. Xəritədəki sahəmiz 50 sm kvadratdır. Bizdə miqyası soruşur. Yəni, eyni şəkildə miqyası tapmaq istəyiriksə, həqiqi sahə miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün, xəritədəki sahə. Yəni, 8-i mən bölərəm 50-yə. 8 bölünsün 50. Bu bizə verəcək 16, 0.6.
Yəni böldüyümüz üçün belə olacaq. Yəni 0,6, yəni 0,6 da 0,4-ün kvadratıdır. Yəni 400 metr nəzərdə tutduq. 400 metrdirsə düzgün cavabımız 20-də olacaq. A bəndi. 20-də olacaq A bəndi. Yəni 8-i böldüm 50 elədi 0,6. 0,6-nın da nəyin kvadratı 0,4-ün. Yəni standart sonunda 5 dənə 0 olan kilometrə bərabərdir. Lakin bizdə 0,4 olduğuna görə metrlə ifadə olunacaq. Metr olduğuna görə də sonuna 4 dənə 0 əlavə eləməliyik. Ona görə olacaq 1 bölünsün 40 min şəklində yazmalıyıq. 1 bölünsün 40 min şəklində yazılacaq. 20-də oldu A bəndi. Daha sonra 21-ə baxaq. Gəlin birinci miqyası oxuyaq. 1, 2, 4, 5. 1 bölünsün 8 milyon 1 bölünsün 8 milyon miqyaslı xəritədə iki şəhər arasındakı məsafə 15 sm isə həqiqi məsafəni tapın. Baxın, miqyasımız 1 sm-də 80 km-dir. Xəritədə sahəmiz isə 15 sm-dir. Həqiqi sahəni tapan zaman, yəni xəritədəki məsafə vurulsun miqyas. Yəni 15 vurulsun 80. Bu da bizə verəcək nəyi? 1200 km. 1200 km düzgün cavab olacaq. Y bəndi. 21-də oldu Y bəndi. Daha sonraki 22-ə baxaq. Gəlib miqyası birinci oxuyaq. 1, 2, 3, 4, 5. 1 bölünsün 6 milyon miqyaslı xəritədə iki şəhər arasındakı məsafə 10 sm-dir. Yəni bura qədər bir məsələ kimi baxacağıq. Sonra bundan sonrasında isə digər məsələ kimi baxacağıq. Gəlin ilk öncə nöqtəyə qədər olan məsələni həll eləyək. Deyir ki, iki şəhər arasındakı həqiqi məsafəni soruşur. Həqiqi məsafəni soruşursa, xəritədəki məsafə vurulsun miqyas, yəni 60 vurulsun 10 eləyəcək bizdə 600 km. Tapdıq ki, buradakı nöqtəyə qədər olan məsələmizdə həqiqi məsafə 600 km-dir. Aldığımız 600 km nöqtədən sonraki məsələyə əlavə edirik. Yəni bura əlavə eləyəcəm. Sonra deyir ki, 1 bölünsün, baxaq. 1 bölünsün 4 milyon miqyaslı xəritə üzərində sahə neçə santimetr olar? Baxın, aldığımız həmin həqiqi məsafəni növbəti məsələyə tətbiq edirik. Eyni qaydada miqyasını azad eləyən zaman 5 dənə 0 silir sonunda yerdə qalacaq 40, yəni 1 cm-də 40 km və bizdən nəyi soruşur? Xəritədəki məsafəni soruşduğu üçün xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə, yəni 600 km bölünsün miqyas, yəni 40. O da bizə verəcək 600 bölünsün 40 bərabərdir, bizə verəcək 15 cm. Düzgün cavabımız olacaq 22-də B bəndi. Sonra 23-ə baxaq. Məhəllənin ölçüsü 1,6 km-in 1,6 km planşet ölçüləridir. Eyni şəkildə də 40 cm-in 40 cm olan plan tərtib etmək üçün hansı miqyası qəbul edilməlidir? Baxın, burada 1,6-nı 40-a bölməliyik. O da bizə verəcək 400 metri. Düzgün cavabımız olacaq 23-də, yəni 1 bölünsün 40 min. C bəndi olacaq 23-də. Rahat məsələ idi. Daha sonra 24-ə baxaq. 1 bölünsün 500 min miqyaslı xəritədə eni 3 cm, uzunluğu 4 cm olursa, digər xəritədə 75 cm kvadratdan ikinci xəritə miqyasını tapın. Eyni şəkildə baxın, digər xəritə sözünə qədər bir məsələ kimi baxacaq, sonra isə digər məsələ kimi baxacaq. Baxın, bu 3 cm və 4 cm uzunluq xəritədəki sahəni elə verir. Yəni 3-ü 4-ə vuraram, eləyər 12. Bu bizim olar xəritədəki sahəmiz. Yəni 12 cm kvadrat olar. Daha sonra miqyasını azad eləyər 5. Yəni 5-in kvadratı eləyər bizdə 25. Tapdıq ki,
Miqyasımız 25, xəritədəki sahəmiz isə 12-dir. Həqiqi sahəni istəyirsə, həqiqi sahə bərabərdir. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyas, yəni xəritədəki sahə vurulsun miqyasın kvadratı. Biz miqyasın onsuz da kvadratı yüksəltmişdik. 12 vurulsun 25. Bu da bizə verər 12-ni 25-ə vuraq. Eləyər bu bizdə 300. Tapdıq ki, bu xəritədə məsafəmiz 300 km kvadratdır. Sonra isə həmin aldığımız 300 km kvadratı növbəti xəritəyə tərtib etməliyik. Yəni 300, burada bizdə miqyası soruşur artıq və nə etməliyik? Miqyası soruşduğu üçün miqyasın kvadratı bərabərdir. Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün xəritədəki sahə. Yəni 300 bölünsün 75. 375-ə böləndə görə neçə eləyir? 4. Yəni 4-dən də hansı kök çıxır? Təbii ki 2. 1 bölünsün 200 şəklində olacaq. Düzgün cavabımız baxaq görək. Düzgün cavabımız olacaq C bəndi. 1 bölünsün 200 min. Yəni ikinci xəritəmizin miqyası 1 bölünsün 200 min şəklində olacaq. Sonra 25-ə baxaq. Bir də buranı təmizləyim. 25-də görə bizdə nə istəyir? Deyir ki, sayı 1, 2, 3, 4, 5, 1 santimetrdə 15, miqyasımız 1 santimetrdə 15 kilometrdir və iki məntəqə arasında məsafə digər xəritədə üç dəfə kiçilmiş şəkildə verilmişdir. İkinci xəritənin C və D məntəqələri arasındakı məsafə 4 sm olarsa, həqiqi məsafəni tapın. Digər xəritədə 15 km, digər xəritədə 3 dəfə kiçilmiş şəkildə verilmişdir. İkinci xəritədə C və D məntəqələri arasındakı məsafəni tapmamız istəyirəm tapaq. Gəlin tapaq. 3 dəfə kiçilmiş şəkildə veribsə, yəni 15-i mən 3-ə vuraram. 15-i 3-ə vuranda eləyər baxın, 3 dəfə kiçilmiş şəkildə verildi də, yəni ona görə də, yəni 3 dəfə mən artırmalıyam. 15-i 3-ə vuraram, eləyər 45. 45 km, 1 cm 45 kilometrə bərabər olar. Daha sonra isə həqiqi məsafəni istədiyinə görə həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə bərabər vurulsun. Miqyasımız 1 cm 45 kilometrdir. Xəritədəki məsafəmiz isə 4 cm-dir. 45 vurulsun 4, o da bizə verəcək 180 km. 25 oldu C bəndi. 26-ya baxaq. 1 bölünsün 500 min miqyaslı xəritədə adanın eni 2 cm, uzunluğu 4 cm-dir. Həmin xəritə digər xəritədə 2 cm kvadrat kimi təsvir edilmişdir. İkinci xəritənin tərtib olunduğu miqyası tapar. Yəni digər xəritəyə qədər digər məsələ kimi baxacağıq. Ondan digər xəritədə isə başqa bir məsələ kimi baxmalıyıq. Birinci miqyasını azad edən zaman 1 cm-də 5 km kimi göstərəcək, 5 km kvadratı kimi göstərəcək. Düsturumuzu yazaq. Həqiqi sahə bərabərdir. Bu səfər mən bu düsturdan işlədəcəm. A vurulsun, B vurulsun, miqyasın kvadratı. Yəni 2 vurulsun, 4 vurulsun. Nədir bu? 5-in kvadratı. Bu da bizə bərabərdir. 25, 100, 200. Tapdıq ki, birinci xəritəmizdə bu rəqəmlərlə cavabımız alınır 200 kvadrat kilometr və bu aldığımız cavabı digər xəritəyə tərtib eləməliyik. Digər xəritədə isə 2 cm kvadratdır. Eyni şəkildə bunu pozum. Eyni şəkildə biz burada miqyası tapmaq istəyirik. Miqyası bizdən tapmamız istəyir. Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün nə? Xəritədəki sahə. Yəni bizə də həqiqi sahə verib, bizdə həqiqi sahəni tapmışdıq 200 kvadrat kilometr. Xəritədəki sahəmiz isə 2 cm kvadratdır.
burada bərabərdir bizə 100 sm kvadrat. Yəni 100-dən də hansı kök çıxır? Təbii ki, 10. 1 bölünsün 1 milyon şəklində olmalıdır. Görək hansıdır? Bu deyil. 1 bölünsün 10 milyon şəklində olmalı. 26-da bax ha. Deyəsən 0-ın birini az yazırlar. Ona görə baxın 1, 2, 3, 4, 1, 2, 3, 4. 5 tane 0 yazar. 1 bölünsün 100 min kimi yazırlar. Amma bir dəqiqə. Hə, 0-ın birini az yazırlar. Yəni əslində 6 tane 0 olmalıdır. Yəni 1 bölünsün 1 milyon kimi olmalıdır. 26 oldu A bəndi. Burada yazıblar 1 bölünsün 100 min kimi yazıblar. Orada 1 santimetrdə 1 kilometrə bərabərdir. Yəni bu testlə cavabına uyğun gəlmir. Yəni düzgün cavab olmalıdır ki 1 santimetrdə 10 kilometr uyğun gəlməlidir. Yəqin ki burada texniki səhv olub. Ona görə 26 olacaq A bəndi. Daha sonra baxaq. Deyir ki, hansı miqyaslı xəritələrdə daha dəqiq ölçmə işləri aparmaq olar? Təbii ki, böyük miqyaslı xəritələrdə ölçmə işi daha dəqiq aparmaq olar. Çünki kiçilmə daha azdır. Lakin kiçik miqyaslı xəritələrdə isə ölçmə işi aparmaq daha çətin olar. Ona görə də biz burada rəqəmə az olan ədədi götürəcəyik. Yəni rəqəmə az olan ədədləri böyük kimi götürəcəyik. Ona görə baxıram, 2-ni avtomatik olaraq çıxıram, görürəm ki, rəqəmləri çoxda çıxdım. Sonra 4-ü çıxıram, avtomatik olaraq rəqəmləri çoxda çıxıram. Sonra baxaq görək hansı rəqəmlər çoxdur. Baxın, 1-i götürə bilərəm, 1 bölünsün 900 min kimi götürmək olar. Daha sonra 1 bölünsün 100 min götürmək olar. Baxaq görək bu 300 min 1 bölünsün 30 min də götürmək olar. Baxaq. İndi bunlar arasında hansı kiçikdir? Baxaq. 3, 5, 6. Biri baxaq görək hansıdır? 1, 2. Hə, 4 dənə 0 var. Özür dilərim, 4 dənə 0 var. Ona görə 3-ü də götürmərəm. Çünki 3 digərlərindən böyükdür. Ona görə göstərdim. 1 bölünsün 90 mini götürəcəm. Daha sonra 1 bölünsün 55 mini götürəcəm və 1 bölünsün 30 mini götürəcəm. Düzgün cavabım olacaq 1, 3, 1, 5, 6. 1, 5, 6. Dəqiqə. Dəqiq ölçmə işləri aparmaq olar. Bax, 2-ni çıxıram avtomatik olaraq. 4-ü çıxdım. 2 ilə 4-ü çıxanda avtomatik olaraq A bəndi gedir. C bəndi gedir. Sonra 4 də çıxdığıma görə çıxır. Ona görə düzgün cavabımız olacaq 1, 3, baxın 1, 2. Yəqin ki burada 0-ın biri görsənmir, ona görə 1, 3, 5 olacaq. PDF-də ona görə biraz işləmək çətindir. Yəqin ki burada 300 min şəklində göstərilib, ona görə 300 min 100 mindən daha kiçik oldu, ona görə 6-nı götürmədik. Düzgün cavabımız oldu 1, 3, 5. Yəni PDF-də biraz səlqəsiz yığıldığına görə 0-ın birini görə bilmədim, üzrlə hesab edin. Daha sonra 28-ə baxın, miqyası böyükdən kiçiyə doğru düzün. Yəni rəqəmi çox olan kiçik olacaq, rəqəmi az olan isə böyük olacaq. Böyükdən kiçiyə deyirsə, ən böyük ədədimiz 1 bölünsün 2000-dir. Yəni 3-ü götürərəm, 3 ən böyük ədədimiz olar. Daha sonra baxaram görə hansı böyükdür. 1, 2, 3, 4, 5, 6, 7. Yəni 1 bölünsün 50 milyon. Baxaq görək. 1, 2, 3, 4, 5, 6. 1 bölünsün 6 milyon. Təbii ki 6 milyon 50 milyondan böyük olduğu üçün biri də növbəti ədədimiz 1 olacaq. Ən sonda isə 2 gələcək. Düzgün cavabımız olacaq 3, 1, 2. 3, 1, 2. Y bəndi. 28 oldu Y bəndi. 29'a baxaq. 29'da deyir ki, gölün həqiqi sahəsi 80 kvadrat kilometrdir. İqlim quraqlaşması nəticəsində gölün sahəsi 60 kvadrat kilometr oldu. Gölün sahəsi neçə faiz azaldı? Baxın, 80% yüzü idisə,
80% 100 idisə, yəni əvvəlki sahəsi 100% idi. Amma deyir ki 60%, yəni sahəsi 60 kvadrat kilometrə düşdü. 60 kvadrat kilometr isə x-dir. Yəni 60-ı vuraram mən 100-ə. 60 vurulsun 100 bölünsün 80. O da bizə verər 60 vurulsun 100. Yəni 60 vurulsun 100 bölünsün 80. Yəni gölün sahəsi sahəsinin neçə faiz azaldı? Gölün sahəsi təbii ki azalıb. Yəni belə deyək də 60 80 75% idi. Yəni 25% azalma oldu. Yəni belə fikirləşin. Əgər tapmaq istəyiriksə, yəni başqa cür də bunun yolunu tapmaq olar. Birbaşa şəkildə. Yəni 80 baxın başqa cür də tapmaq olar. Məsələn 60 bölünsün 80 vurulsun 100 şəklində də tapmaq olar. Yəni verəcək bu bizə 60 bölünsün 80 vurulsun 100 bizə verəcək 75 yəni 60 kvadrat kilometr 80 75% olduğuna görə 25% azalmaya doğru gedəcək. Yəni 29-da oldu Y bəndi. Daha sonra yer səthində A və məntəqə arasındakı məsafə 3000 kilometrdə. Bu məsafə 1 bölünsün 1 santimetrdə 150 kilometr olan xəritədə neçə santimetr olduğunu tapın. Baxın, həqiqi sahəmiz verib 3000, həqiqi məsafəmiz verib 3000 kilometr. Miqyasımız isə 1 santimetrdə, yəni sıfırdan əvvələ baxırıq. 1 santimetrdə 150 kilometr verir. Bir də kilometrə baxmalıyıq. Metr versəydi, metrlə, kilometr versəydi, kilometrlə yazacaqdı, hesablama olacaqdı. Eyni qaydada həqiqi məsafəni böləcəm mən miqyasa. Xəritədəki məsafəsi bölürəm 150-yə. Yəni 3000 bölünsün 150. O da bizə verəcək 20-ni. 30-da olacaq D bəndi. Açıqa baxaq. Məhəllin ölçüləri 5,6-nın 5,6-ya 5,6-nın 5,6 kilometrədir. Planşetdə ölçüləri isə 70 santimetrədir. Həmin miqyaslı planda A və B məntəqələri arasındakı məsafə 15 santimetr olsa miqyasını tapın. Baxın, gəlin tapaq. Baxın, 5,6-nı böləcəm 5,6-nı mən böləcəm 70-ə. Bu bizə verəcək 0-dan %8-i. 0-dan %8-i də vuracam mən 15-ə. Eləcək 1,2. Düzgün cavabımız olacaq 31-də B bəndi. Sonra meşənin sahəsi xəritə üzərində 14,16 yarımçıq damaya bərabərdir. Xəritənin miqyası 1 bölünsün 300.000 olarsa həqiqi sahəsini tapın. 14,16 yarımçıq dama. Baxın, 14 dama bizdə, yəni 4 dama bizdə bərabər 1 cm kvadratına. 8 yarımçıq dama isə bərabərdir nəyə? 1 cm kvadratına. 14-ü mən bölərəm 4-ə. Taparam bütöv damaların neçə santimetr kvadratına bərabər olduğunu. 14-ü bölərəm 4-ə. Eləyər 3,5. 16-nı 8-ə bölərəm. Bu eləyər bizdə 2. 3,5 üstəgəlisi 2, bu bizə verəcək 5,5 cm. Daha sonra deyir ki, xəritənin miqyası 5,5 cm kvadratı, daha doğrusu belə deyək. Daha sonra xəritənin miqyası 1 bölünsün 300.000 olarsa həqiqi sahəni tapın. Baxın, miqyasdan azad edirəm. 3 qaldı və biz həqiqi sahəni tapmaq istəyirsə, həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun, miqyası kvadratı. Xəritədəki sahəmiz bizdə 5,5 cm kvadratıdır. 5,5 cm kvadratı vurulsun. Nə? Miqyasın kvadratı, yəni 3-ün kvadratı. 3-ün kvadratı bizdə 9 eləyəcək. 5,5 vurulsun. 5,5 vurulsun 9. Bu bizə verəcək 49,5-i. 49,5 kvadrat kilometr. Tapdıq ki, 32-də düzgün cavabımız olacaq D bəndi. Davam eləyək. 33-ə baxaq. Gəlin bunu təmizləyim.
33-ə görə bizdə nə istəyir? 33-ə bizdə görə nə istəyir? 1 bölünsün, baxın. 1 bölünsün 5 milyon miqyaslı xəritədə gölün eni 0,5, uzunluğu 8 cm-dir. İkinci xəritədə bu məsafə 1 cm-dir. İkinci xəritədə A və B məntəqələri arasındakı məsafə 15 cm olarsa, həqiqi məsafəni tapaq. Gəlin tapaq. Birinci, bu yenə dediyim kimi, bu 0,5 ilə 0,8 vursa xəritədəki sahəni taparıq. 0,5 vurulsun 0,8, bu bizə verəcək 4 cm kvadratı. Tapdıq ki, xəritədəki sahə neçədir? 4 cm kvadratı. Miqyas isə baxaq. 1, 2, 3, 4, 5. 5. Səhv oxumuşdum. Yəni 1 bölünsün 500 mil şəklində oxumalıydım. 1 cm-də nəyə bərabər? 5 kilometrə bərabərdir. Biz həqiqi sahəni tapmalıyıq birinci nöqtəyə qədər. Həqiqi sahəni tapan zaman həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun. Yəni miqyasın kvadratı. Xəritədəki sahəmiz 4 cm-dir. Miqyasımız 5-dir. Lakin biz 5 kvadratı yüksəldib yazmalıyıq. 5 kvadratı yüksəltsək 25 eləyər. Bu 25 vurulsun 4. Bu bizə verəcək 100. Daha sonra aldığımız həqiqi sahəni ikinci xəritəyə tərtib eləməliyik. İkinci xəritədə bu məsafə 1 cm kvadratına bərabərdir. Yəni miqyası tapmaq istəyiriksə, miqyasın kvadrata bərabərdir. Həqiqi sahə bölünsün. Xəritədəki sahəmiz 1 cm kvadratıdır. 100 ilə 1-ə bölüləndə eləyəcək 100 və 100-dən nəyin köküdür, yəni nəyin kvadratdır, yəni 10-un. Tapdıq ki, miqyasımız 10 cm-də 1 cm-də 10 km-ə bərabərdir. Daha sonra deyək ki, A və məntəqə arasındakı məsafə 15 cm olarsa, həqiqi məsafəni tapın. Miqyasımız 10, xəritədəki məsafəmiz 15 cm olarsa, həqiqi məsafəni tapan zaman xəritədəki məsafə vurulsun miqyas, yəni 15 vurulsun 10 bizə verəcək 150-ni. 33-də olacaq Y bəndi. Biraz uzun məsələ idi, amma maraqlı idi. Daha sonra baxaq. Deyir ki, icmal topografik xəritələrin tərtib olunduğu miqyası seçin. İcmal topografik xəritələrin 200 mindən 1 milyona qədər olan xəritələr, 200 mindən 1 milyona qədər olan xəritələr icmal topografik xəritələr adlanır. Gəlin baxaq görək, hansı xəritələr icmal topografik xəritələr adlana bilər. Baxaq görək, hansı xəritələrimiz ola bilər. 200 mindən 1 milyona qədər. Baxaq. 1 bölünsün 800 min, bəli, olar. Biri götürərəm. 1 bölünsün 50 milyon, bu kiçik miqyaslı da götürmərəm. Daha sonra 1 bölünsün 9 milyon götürmərəm, bu kiçik miqyaslıdır. Daha sonra 1 bölünsün 45 min, bu böyük miqyaslı yəni topografik xəritədən ona görə 4-ü götürmərəm. Topografik xəritəyə aiddir, bizə icmal topografik lazımdır. 1 bölünsün 300 min, bu icmal topografik aiddir. Yəni 200 mindən 1 milyona qədər olan rəqəmlər arasında yerləşdiyinə görə 5-i götürərəm. Eyni şəkildə də 4. Burada icmal topografik xəritəyə olacaq. Yəni 1 bölünsün 50 min. Ona görə altında götürmərəm. Bu aid olacaq topografikə, bu aid 6 aid olub topografikə, 4 aid olub topografikə, 1 və 3 aid olacaq, kiçik miqyaslı xəritələr aid olacaq. Lakin 2 və 5 aid oldu nəyə? Daha doğrusu 1 və 5 aid oldu. Nəyə icmal topografik xəritələr aid oldu? Gəlin izah edeyim onda sizə. Topografik xəritələr
10 mindən 200 minə qədər olan xəritələr, 10 mindən 200 minə qədər olan xəritələr topoqrafik xəritələr, yəni böyük miqyaslı icmal topoqrafik, 200 mindən 1 milyona qədər olanlar icmal topoqrafikdir. 1 milyondan yuxarı olanlar isə kiçik miqyaslı xəritələrdir. Kiçik miqyaslı xəritələr deyilir. Daha sonra 35-ə baxaq. Sonbaharın sahəsi 48 kvadrat kilometrdir. Çayda suyun səviyyəsi qalxması nəticəsində sonbahar sahəsi 60 kvadrat kilometr oldu. Sonbahar sahəsi neçə faiz artdı? Baxın 48 100%dir, 60 x%dir. Yəni artımını biz bilməliyik. 60 vurulsun 100. Bu bizə verəcək 6000 bölünsün 48. Bu bizə verəcək 125. Yəni baxın 100%-dən yəni 25% artıb. Yəni sonbaharın sahəsi nə oldu? 100-dən çox da, yəni 125 yazıb. Yəni biz də bilirik ki, normal faiz 100%-ə qədərdir. Lakin 125% göstərmək odur ki, 25% sahəsi artıb. Düzgün cavabımız olacaq 35-də B bəndi. Daha sonra uzunluğu 60 kilometr. Çay xəritə üzərində 10 sm verilmişdir. Xəritə üzərində 270 kvadrat kilometr olan meşə neçə santimetr verilə bilər? Baxın, biz buradan bura qədər bir məsələ kimi baxacağıq. Sonra aldığımız cavabı isə nöqtədən sonraki məsələyə aid eləyəcək. Çayın uzunluğu 60 km, xəritədə isə uzunluğu 10 cm verilmişdir. Miqyası bizdən istəyir. Yəni miqyası tapan zaman həqiqi məsafəni, yəni 60-ı böləcəm xəritədəki məsafəyə 10 cm. 60 bölünsün 10 bizə verəcək 6. 6-6-nı baxın keçirəcəm bu hissəyə. Yəni bu növbəti xəritəyə tərtib eləyəcəm. Eyni şəkildə həmin xəritə üzərində 270 km olan meşə xəritə üzərində neçə santimetr kvadrat verər? Yəni biz də bilirik ki, xəritədəki sahəni tapmaq istəyiriksə, həqiqi sahə bölünsün miqyasının kvadratı, 270 bölünsün 6-nın kvadratı, yəni 270 bölünsün 36 bizə verər 7,5-i. 7,5 cm kvadrat 36 olacaq A bəndi. 37-yə baxaq. Sahəsi 256 kvadrat kilometr olan meşənin sahəsi xəritə üzərində 16 cm kvadrat verilmişdir. Həmin xəritə üzərində həqiqi uzunluqları 160 və 132 km olan saylar arasındakı fərq neçə santimetr olar? Yəni, eyni şəkildə bu nöqtəyə qədər məsələ kimi baxacağıq. Sonra aldığımız cavabı növbəti xəritəyə tətbiq eləyəcəyik. Baxın, həqiqi sahəsi 256 kvadrat kilometr, meşə xəritə üzərində sahəsi 16 cm kvadratdır. Yəni, bizdən miqyası soruşur. Həqiqi sahə bərabərdir. Daha doğrusu, üzr istəyirəm. Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün. Nə xəritədəki sahə? Yəni, həqiqi sahəmiz 256-dır. 256 bölünsün 16. 256-nı böləndə 16-ya bizə verəcək 16. 16-dan da kök çıxardacam, eləyəcək 4. Tapdım ki, miqyasımız birinci xəritədə 4-dür. Daha sonra bunu ikinci xəritəyə tərtib eləyəcəm aldığım cavabı. Davam eləyək. Biraz yorucudur, üzülürsən, biraz yoruldu. Aldığım buradakı 1 cm 4 km miqyası növbəti xəritədə tətbiq eləyəcəm. Və deyək ki, həmin xəritə üzərində həqiqi uzunluqları 160 və 132 km olan sayılan xəritədəki uzunluqları arasındakı fərqi soruşur. Baxın, çayın bir deyək ki, A çayının uzunluğu 160-dır, B çayının uzunluğu 132 km-dir və xəritədəki uzunluqlar arasındakı fərqi istəyir bizdən. Miqyasımız da 4 km-dir. Yəni, xəritədəki uzunluğu tapan zaman biz bilirdik ki, həqiqi uzunluğu böləcəkdik miqyasa. Ona görə 160-ı mən bölərəm 4-ə eləyər 40 cm. Yəni, birinci çayımızın uzunluğu oldu 40 cm. İkinci çayımızı da 132-ni bölərəm 4-ə eləyər 33. Yəni, 40 çıxılsın 33 eləyəcək 7. 37 eləyəcək A bəndi. Sonra 38-ə baxaq. 60 eniş üzərində yerləşək 20 qərb uzunluğu və 30 şərq uzunluğu arasında ən qısa məsafə böyük miqyaslı qlobusda neçə santimetr verilə bilər?
Gəlin baxaq. Maraqlı bir məsələdir. Baxın, müxtəlif yarımkürələrdə yerləşdiyinə görə mən bunları toplayacağım. 20 və 30-u toplayacağım, eləcə 50 və 60 dərəcəli elin uzunluğuna vuracağım. 60 dərəcədə də uzunluğumuz bizə verəcək nə qədərdir? 60 dərəcədə uzunluğumuz bərabərdir 55.8-ə. Yəni 50-ni vuracağım 55.8-ə. Yəni 50 vurulsun 55.8. Bu bizə verəcək 2790 kilometri. Daha sonra deyir ki, böyük miqyaslı qlobusda neçə santimetr verilə bilər? Böyük miqyaslı qlobusda bir bölünsün 30 milyon şəklindədir. Ona görə də 2790 kilometri böləcəm 300-ə. 2790 bölünsün 300. Bu da bizə verəcək 9,3 santimetr. Tapdıq ki, cavabımız böyük miqyaslı qlobuslu 9,3 santimetrə bərabər olacaq. Tapdıq ki, 38 bəndi. Eyni ərazi müxtəlif ölçülü səhifələrdə xəritələrin təsvir edilmişdir. 28 və 44, 35 və 55. Yəni, baxın, 28, 35-dən neçə dəfə kiçikdir? Baxın, 35-i mən bölərəm 28-ə. Taparım, bir tam %25 dəfə kiçikdir. Yəni, bu kvadratdan bir tam %25 dəfə kiçikdir. Və deyir ki, xəritələr təsvir edilmişdir. Ardına baxın, buna əsasən ərazinin səhifələri tamamilə əhatə etdiyi nəzərə ala. Birinci xəritədəki iki məntəqə arasındakı məsafə 8 santimetrdir. İkinci xəritədə neçə santimetr olar? Baxın, ikinci xəritə, baxın, bu birinci xəritəmizdə. Birinci xəritəmizdə 2 məntəqə arasındakı məsafə 8 santimetr xəritədə. İkinci xəritədə isə bizdə ikinci xəritə bilirik ki, birinci xəritədən 1,25 dəfə olduğuna görə 8-i mən vuraram 1,25-ə. 8 vurulsun 1,25, o da eləyəcək 10 santimetr. Yəni, tapdıq ki, ikinci xəritədə bu uzunluq, yəni məntəqə arasındakı məsafə 10 santimetrə bərabər olar. Tapdıq ki, 39-da nədir? B bəndidir. Daha sonra 40-a baxaq. Aşağıdakı verilmiş diaqramın müxtəlif A, B, C, D çayların həqiqi uzunluğu göstərilmişdir. Miqyası gəlin oxuyaq və azad eləyək. 1, 2, 3, 4, 5. 1 bölünsün 5 milyon miqyaslı xəritədə müvafiq olaraq A və C çayların uzunluqlarını tapar. Xəritədə uzunluqlarını istəyir bizdən A və C çayların uzunluğunu. Tapdıq ki, 1 santimetrdə miqyasımız 50, 1 santimetrdə 50 kilometrə bərabərdir. A çayının uzunluğu 250 kilometrdir. C çayının uzunluğu isə 300 kilometrə bərabərdir. 250-ni bölərəm 50-yə, eləyər 5. 300-ü bölərəm 50-yə, eləyər 6. A çayının uzunluğu xəritədə 5 cm, C çayının uzunluğu isə 6 cm-ə bərabər. Düzgün cavabımız olacaq 40-da D bəndi. 40-da baxaq, yer səthində sahəsi 243 kvadrat kilometr olan batalığın xəritədə sahəsi 3 cm kvadrat göstərmiş. Batalığın şərq ilə qərb arasındakı məsafə xəritədə 5 cm olsa, məsafələr arasındakı olan həqiqi uzunluğu tapın. Baxın, bu nöqtəyə qədər bir məsələ kimi baxacağım. Yenə nöqtədən sonrasına isə digər məsələ kimi baxacağım. İlk öncə bizdən gəlin burada miqyası tapaq. Yəni biz bilirik ki, miqyası həqiqi kvadratla verilmişsə, miqyası da biz kvadrat şəklində yazmalıyıq. Yəni burada bizdə həqiqi sahə 243 kvadrat kilometrdir. Xəritənin sahəsi 3 cm kvadratdır. Miqyası kvadratı bərabərdir. 243 kvadrat kilometr bölünsün 3. Bu bizə verəcək 243-ü bölündü 3-ə. Bu bizə verəcək 81. 81-dən də kök çıxanda verəcək 9. Tapdıq ki, birinci xəritədə, yəni bataqlığın miqyası 1 cm-də 9 km-ə bərabərdir. Daha sonra bataqlığın şərqi ilə qərbi arasındakı məsafə 5 cm olarsa, məsafələr arasındakı
məsafələr arasında olan həqiqi uzunluğu tapın. Həqiqi uzunluğu tapan zaman xəritədəki məsafə vurulsun miqyas, yəni 9 vurulsun 5, bu da verəcək bizə 45 kilometri. 41-də oldu, Y bəndi, yəni 45 kilometr. Sonra 42-yə baxaq. Son barın həqiqi sahəsi 8 kvadrat kilometrdir. Xəritədəki sahəsi 50 sm kvadratdır. Xəritənin tərtib olunduğu miqyası tapın. Gəlin tapaq. Eyni şəkildə həqiqi sahəni böləcəm mən 50-yə. Ondan sonra isə miqyasdan da kök çıxardacağım. Gəl 8-i bölək 50-yə. Bu bizə verəcək 0,16. 0,16-dan da çıxacaq kök 0,4. Yəni 400 metrə bərabər olacaq. Düzgün cavabımız olacaq. 1 santimetrdə 1 santimetr 1 bölünsün 40 şəklində olacaq. 42-də oldu A bəndi. 43-ə baxaq. Sahəsi 625 kvadrat kilometr olan ərazi xəritə üzərində 80,40 yarımçıq damla üzərində verilmişdir. Həmin xəritə uzunluğu 22 sm olarsa çayın həqiqi uzunluğunu hesablayın. Yeni baxın bu nöqtəyə qədər bir məsələ kimi baxaq. 80 pütür dama veribsə 80-i mən 4-ə bölərəm. Eləyər 20 sm. 40 yarımçıq dama deyirsə 8-ə böləcəm. 48-ə böləndə eləyəcək neçə? 5. Bunları toplayacağım, eləyəcək 25 sm kvadrat. Tapdıq ki, xəritədə tutduqları sayı 25 sm kvadratdır və sahəsi 625 kvadrat kilometr olan xəritə üzərində sahəsi 625 kilometrdir. Deyilməyib nəyin sahəsidir bu. Yəni 625-dir. 625-də bölərəm. 625 bölünsün 25. Bu bizə verəcək 25. 25-dən də 2 çıxararam. Eləyər 5. Tapdıq ki, miqyasımız 1 santimetrdə 5 kilometrə bərabərdir. Daha sonra isə aldığımız bu cavabı ikinci xəritə növbəti hissəsini tərtib eləməliyik. Deyir ki, həmin xəritə üzərində uzunluğu 22 sm olan çayın həqiqi uzunluğunu tapın. Baxın, miqyasımız 1 santimetrdə 5 kilometrdir. Çayın uzunluğu isə xəritə üzərində 22 sm-dir. Yəni bizdən həqiqi məsafəni soruşur. Onda biz xəritədəki məsafə vurulsun miqyas 22 vurulsun 5 bizə verəcək 110 km. Düzgün cavab olacaq. 43-də Y bəndi. Davam eləyək. 44-də baxaq. Verilmiş gölün sxemin əsası yarımsəhra və quru çöl iqlimində yerləşən gölün sahəsi yağıntıların çox olduğu dövrdə sahəsi 2,7 kvadrat kilometr genişlənərsə gölün sahəsi neçə faiz artar? Gəlin birinci biz gölün həqiqi sahəsini tapaq. Sonra deyir ki, birinci gölün həqiqi sahəsini tapaq. Baxın, burada miqyasdan azad eləyib 1, 2, 3, 4. 4, yəni 600 metrə bərabər olacaq. 1 santimetrdə 600 metr. Və yaxud da 0,6 kilometrdə yazmaq olar. Mən 0,6 kilometr kimi yazacağım. Belə deyim, əgər siz ədədin sonunda 4 dənə 0 görürsünüzsə, bu metrə bərabər olacaq. Yox, 5 dənə 0 görürsünüzsə, bu kilometrlə ifadə olunacaq. Daha sonra isə bizdən deyir ki, 25 cm kvadratdır və bizdən nəyi soruşur? Xəritə üzərində sahəsi 25 cm kvadratdır. Bizdən həqiqi sahəsini soruşur. Həqiqi sahəsini soruşursa, həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyası kvadratı. Tapmışdıq ki, xəritədəki sahəmiz nə qədərdir? Xəritədəki sahəmiz bərabərdir 25-ə, 25 cm kvadratı. Miqyasımız da 0,6 kvadrat kilometr idi. Yəni 0,6-nı da mən kvadrata yüksəltməliyəm. 0,6 vurulsun 0,6 eləyəcək 3,6 0,36 136 eləyəcək. Bunu yazıb 0,36. Daha sonra 25 vurulsun 0,36 bizə verəcək 9-u. Tapdıq ki, həqiqi sahəmiz 9 km kvadratdır. Və deyir ki, yağıntıların çox olduğu dövrdə sahəsi 2,7 kvadrat kilometr genişlənir.
Yəni 9-un üstünə 2,7-dən gələrəm, eləyər neçə? Bu eləyər bizdə 11,7 kvadrat kilometr. İndi isə gəlin görək neçə faiz genişləndiyinə baxaq. Bunu təmizləyim. Neçə faiz genişləndiyinə baxaq. 9 100%dirsə, 9 kvadrat kilometr 100%dirsə, 11,7 x faizdir. 11,7-ni 100 bıraq, 11,7-yə eləyər 170 bölünsün 9. Bu da eləyər bizdə 130. Yəni biz deyirik ki, yəni baxın, normal faizimiz 100%dir. Yəni 100-dən çoxdursa, yəni bu nədir? 30% artma deməkdir. Yəni 130 çıxılsın 100 bərabərdir nədir? Gölün sayısı 30% artmışdır. Yəni oldu nə? 44 oldu C bəndi. Biri nədir? Yeralizasiya ümumiləşdirmə hansı miqyasda daha az olar? Yəni böyük miqyaslarda yeralizasiya az olar. Yəni burada da ən kiçik rəqəmə, yəni böyük miqyaslı dedikdə rəqəmə ən az olan ədəd bizdə yəni ən böyük rəqəm kimi götürülür. Ona görə düzgün cavabımız olacaq 1 bölünsün 3000 B bəndi 45 oldu B bəndi. 46-ya baxaq. Son barın həqiqi sahəsi 27 kvadrat kilometrdir. Xəritəyi sahəsi 75 cm-dir. A və B məntəqə arasındakı xətt üzərində 8 cm varsa, həqiqi məsafəni tapın. Baxın, nöqtəyə qədər bir məsələ kimi baxacaq. Həqiqi sahəmiz 27, xəritəyi sahəmiz 75-dir. 27 bölünsün 75. Bu bizə verər nəyi? Baxaq. Bu bizə də verdi 0,36 kvadrat, 0,36 kilometr. Ondan da kvadrat çıxarsaq, bu eləcək bizdə 0,6, yəni 600 metrə bərabərdir. Daha sonra deyir ki, tapdıq ki, miqyasımız 0,6 kilometrdir. Daha sonra deyir ki, AB məntəqələr arasındakı məsafə 8 cm olarsa, həqiqi məsafəni tapın. Aldığımız cavabı, yəni 1 cm-də 0,6 kilometrə uyğun gələn miqyasımız və AB məntəqələr arasındakı məsafəyə tətbiq edəcək. 0,6 vurulsun 8, bu da bizə eləyəcək 4,8-i verməlidir B bəndi. 46 oldu B bəndi. Aha, baxaq. Qırxiyətə baxaq, doğrunu tapan topografik xəritələri bizdən istəyir. Topografik xəritələri biz demişdik ki, 10.000-dən 200.000-ə qədər olan xəritələr topografik xəritələr adlanırlar. Topografik xəritələr hansı ola bilər? Baxaq. 47 olacaq cavabımız C bəndi. 1 bölünsün 150.000. 47 olacaq C bəndi. Sonra 48-ə baxaq. 180 km saat sürətlə hərəkət edən maşın 2,5 saata getdiyi yolu xəritədə 2 cm olarsa, həmin xəritədə 48 cm kvadrat olan məşənin sahəsini tapan. Baxın, saatda 180 ilə gedir və getdiyi yolu bizdən soruşur. Yəni 180 mən vurarım 2,5-ə, getdiyi yolun uzunluğunu taparam. Yəni 180 vurulsun 180 vurulsun 2,5. Bu bizə verir 450 kilometr. Yəni tapdıq ki, getdiyi yolun uzunluğu 450 kilometrdir. Daha sonra da xəritədə getdiyi yol 450 km, xəritə 2 cm olarsa, yəni miqyası tapmağımızı istəyir. Yəni 450-ni bölərəm 2-yə. Bu bizə verəcək 450-ni 2-yə böldüm. Tapdım mən 225, yəni miqyasımız 1 cm 225 nədir? 225 1 cm 225 kilometrə bərabərdir. Daha sonra deyir ki, xəritədə sahəsi 48 cm olan ərazi tutan məşənin həqiqi sahəsini tapın. 225-i kvadrata yüksəldəcəm. 225 vurulsun 225. Bu bizə verəcək 50.625. 50.625-də vuraram 48-ə.
eləyəcək bu bizdə. Evet, daha doğrusu üzülü sayı 180 vurulsun 2,5 bir dəqiqə. 80 vurulsun 2,5 450. Daha sonra deyir ki getdiyi yol xəritədə 2 sm varsa, həmin xəritədə də 48 sm ərazi tutan meşənin həqiqi sayısını tapın. 2 sm-dir, baxın, miqyası istəyir bizdən. Böyle 2-yə yer bizdə 225. 225 vurulsun 48. 225'i vurulsun 48. Ha, bir dəqiqə. Hə, 80 deyil, üzülü sayma 180 görmüşəm, ona görə cavabı tapa bilmirdim. Bu mötərizəni bir kimi gördüm. Yəni 80'i vuraram 2,5'ə. Mən dedim cavab niyə alınmır? 200, sonra 200'ü bölərəm 2'yə, eləyər 100. 100'də kvadrata yüksəldərəm, eləyər 10.000. 10.000 də vuraram 48'ə, eləyər neçə? 480.000. Tapdıq B bəndi. Üzülü sayım burada mötərizəni mən 1 kimi görmüşəm, ona görə burada 180 kimi verib bizdən. Sonra birinci xəritəyə sıxıma əsasən, ikinci xəritəyə sıxımda məsafə müəyyən edin. Baxın, burada miqyas verir, xəritədəki məsafə verir. Digər xəritədə isə aldığımız cavabı, həqiqi məsafəni bura tətbiq eləyəcək. Yəni bizdən miqyası xəritədəki məsafəni soruşur. Baxın, miqyasdan azad eləyək 1, 2, 3, 4, 5. Yəni miqyasımız 1 cm-də 40 km-ə bərabərdir. Həqiqi məsafəni, birinci xəritədə həqiqi məsafəni tapmalıyıq. Yəni həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun, yəni miqyas, yəni 40 vurulsun 6. Bu bizə verəcək 240-ı. Tapdıq ki, birincidə eləyəcək 240 km. Daha sonra 2-yə baxaq. 2-də aldığımız həqiqi məsafəni ikinciyə tətbiq edəcək. Gəlin birinci miqyasını azad edək. 1, 2, 3, 4, 5, 24. Eyni şəkildə bizdə xəritədəki məsafə istədiyinə görə həqiqi məsafə bölünsün. Miqyasımız burada 24. Həqiqi məsafəmiz 240'dır. Xəritədəki məsafə bərabərdir. 240 bölünsün 24. Bu da bizə verəcək 10 cm. Düzgün cavab olacaq D bəndi. Sonra sahəsi 50 kvadrat kilometr olan gölün müxtəlif miqyaslı xəritələrdə tutulurlar. Sahələr əsasən hansı halda daha az generasiyaya məruz qalar? Hansı halda generasiyaya az məruz qalar? Təbii ki, yəni xəritədəki məsafəsi hansı çoxdursa, yəni generalizasiya daha az məruz qalar. Digərlərində məsəl üçün rəqəmlər məsəl üçün 5-ə böldükdə məsəl generalizasiya daha çox olacaq. 70-ə böldükdə generalizasiya daha çox olacaq. Çünki rəqəm getdikcə əddi böyüyür, amma 300-ə böldükdə rəqəm kiçilir. Yəni generalizasiya azalmağa doğru gedir. 50 olacaq B bəndi. Sonra baxaq 51-ə baxaq. Səyyah dağın ətəyindən zirvəyə doğru hərəkətə başlayaraq 4 saat yol getdikdən sonra yolun 3/2 hissəsini qət etdiyini anladı. Səyyah yolun qalan hissəsi tamamlamaq üçün daha 45 km məsafə qət etməli olarsa, yolun ümumi getdiyi yol 1 bölünsün 225 200 baxın 2 milyon 250 min olduğunu anladı. Miqyas xəritədə neçə santimetr olar? Baxaq, 3/2-sini gedibsə 3-də 1-i qalıb yolun. Yəni 45-i vuraram mən 3-ə. 45-i vuraram 3-ə, bu eləyər 135. Yəni tam yol 135 kilometrdir. Daha sonra isə miqyasdan azad eləyək. Baxın 1, 2, 3, 4. Miqyas da 1 cm-də 22,5 km bərabər olar. Yəni 135-i bölərəm, yəni
həqiqi məsafəni bölərəm miqyasla 135-i bölərəm 22,5-ə. Bu bizə verər 6-nı. Amma variantlarda 6 yoxdur, çünki variantlarda səhv veriblər. Ona görə də yəni düzgün cavabımız burada olacaq 6. Yəni variantlar səhv verilib. Sonra baxaq, bu 52-də baxın bir hissəsi düşməyib, amma buradan təxmin eləmək olur. Baxın, miqyası cəmiyyətimiz metrdir və miqyasımız 500-dür. Yəni 1 sm-də 500 metrə bərabər. İki məntəqə arasındakı həqiqi məsafə 6 sm olarsa, xəritədəki məsafəni hesablayın. Bunu desəm, bunu oxşarını işləmişdir xarici məsələlərdə. 6 kilometrə mən metrə çevirəcəm. Yəni 6000 bölünsün. Yəni 500. Bu da bizə verəcək xəritədə uyğun gələcək 30 sm. 30 yox, daha doğrusu 12 sm uyğun gələcək. Düzgün cavabımız olacaq D bəndi. Yəni 6500-ə böləndə eləyəcək 12 sm. Xəritədə sonra 53-ə bax. Xəritədə 100 sm kvadrat ilk ərazi yer səthində 25 km uyğun gələrsə, xəritənin miqyasını tapın. Gəlin tapaq. Yer səthində uyğun gəlirsə, xəritənin miqyasını bizdən istəyir. Həqiqi sahəmiz burada 25-dir. 25 km kvadratdır. Xəritədəki sahəmiz isə 100 sm kvadratdır. Və bizdən miqyası tapmağımızı istəyir. 25 bölünsün 100. Bu bizə verəcək 0,25 km. 0,25-dən də kök çıxacaq 0,5. Bu da bizə uyğun gələcək bir A bəndi, yəni 1 bölünsün 50.000 A bəndi. Daha sonra deyil, icmal topoqrafi xəritələrin tərtib olunduğu miqyası bizdən istəyir. İcmal topoqrafi xəritələr 1 bölünsün 200.000-dən 1 bölünsün 1 milyona qədər olan xəritələrdir. Baxaq görə hansılardır? 3 olmaz, 3 böyükdür, sonra 2 olmaz. Yəni 1-i götürərəm, 1 bölünsün 800.000 götürərəm. Daha sonra bu topoqrafi xəritədə 1 bölünsün 45.000 topoqrafi xəritədə 4-ü götürmərəm. 1 bölünsün 300.000 bu nədir? Şeydir. İcmal topoqrafi xəritədə 5-i götürərəm. Amma 6 topoqrafi xəritədə götürmərəm 1 bölünsün 50.000. Ona görə düzgün cavabımız oldu. 1, 5, Y bəndi. 55-ə baxaq. Həqiqi sahəsi 80.000 kvadrat kilometr, həqiqi sahəsi 80.000 kilometr kvadrat olan xəritədəki sahəsi 50 sm olarsa, həmin miqyaslı xəritədə digər sahələr arasında ikinci xəritədə həqiqi sahəni tapın. Burada mən rəqəmi görmürəm, məsələ kitabından baxacağam. Deyək, bu neçəncədə 55-də görürük. Neçə veriblər? 55-də 20 sm olaraq veriblər. 20 sm. Baxın, həqiqi sahəmiz 80.000 km kvadratdır. Xəritədəki sahəsi 50 sm kvadratdır. Yəni miqyası tapmaq istəyirsə, miqyas kvadratı bərabərdir. 80.000 bölünsün 50. 80.000 50-yə böləndə bizə verəcək 1600-ü. 1600-dən də çıxacaq kök 40. Yəni 1 sm-də 40 km. Daha sonra ikinci xəritədə isə deyir ki, digər xəritə üzərində sahəsi 20 sm-dir və ikinci məntəqənin həqiqi sahəsini tapın. Eyni qaydada həqiqi sahəni bizdən istədiyinə görə həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun, miqyasın kvadratı. Xəritədəki sahəmiz 20 idi, miqyasımız isə 40-dır. 40 kvadratı ötəcək 1600, 1600 vurulsun 20, 32.000. Düzgün cavabımız olacaq 55-də D bəndi. Baxaq. 56-ya baxaq. Görək, bu neçədir? 1, 2, 3, 4, 5. 1 bölünsün 8 milyon miqyaslı xəritədə iki şəhər arasındakı həqiqi məsafə 15 sm isə həqiqi məsafəni tapın.
Yəni onsuz da miqyasını zət eləmişdik. 1 sm 80 km gəlir. İki şəhər arasındakı məsafə 15 sm-dir. Həqiqi məsafəni bizdən istəyir. Həqiqi məsafəni tapan zaman xəritədəki məsafə vurulsun miqyas. Yəni 15 vurulsun 80. Bu bizə verəcək 1200 km. Düzgün cavabımız olacaq Y bəndi. 56 oldu Y bəndi. Dünya xəritəsində 56 qərb uzunluğu və 10 şərq uzunluğu arasında 50 paralel üzərində 20 sm olan xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın. Gəlin tapaq. 50 qərb 10 şərq müxtəlif yarımkürələrdə yerləşdiyi üçün onu toplayacağım. 10 üstəgəlsin 50 60. Daha sonra 50 dərəcəlik paralelə vuracağım. 50 dərəcənin paralelində qiyməti 71.7-dir. Yəni 60 vurulsun 71.7. Bu bizə verəcək 4302 km. Və deyir ki, miqyası bizə tapmağımızı istəyir. Xəritədəki məsafəsi 20 sm-dir. Yəni 4302-ni də böləcəm 20-yə. Bu bizə verəcək nəyi? 215.1. 215.1. Bu da uyğun gələcək A bəndinə. Yəni sonunu da sıfırlara əlavə eləmək lazımdır. A bəndi 57 oldu A bəndi. Sonra 58-ə baxaq. Soğanbarın həqiqi sayısı 180 kvadrat kilometrdir və xəritədə miqyası 1 bölünsün 600.000 olarsa xəritə üzərində yerləşdirilmiş politikanın bütöv damaların sayını hesablayın. Gəlin baxaq. Həqiqi sayısı 180-dir. Xəritədə miqyası 1 bölünsün 600.000-dir. Yəni 1 sm 6 km-dir. Biz demişdik ki, xəritədəki sahəni tapmaq istəyirsə 180-i belə xəritədəki sahə bərabərdir. Həqiqi sahə bölünsün miqyasın kvadratı, yəni 180 bölünsün 6-ın kvadratı, yəni 180 bölünsün 36 bizə verəcək bu nəyi? 36 bu bizə verəcək 5-i. Tapdıq ki 5 sm kvadrata bərabər xəritədə, amma bizə paletikanın sayını soruşduğuna görə biz bilirik ki 1 sm-də 4 dama varsa 5 sm nə qədər olacaq? X, yəni 5-də 4-ə vuracam, eləyəcək 20, Y bəndi. 56, 58 oldu Y bəndi. Daha sonra 59-a bax, xəritədə 16 bütöv və 24 yarımçıq dama vardır. Və miqyası 1 bölünsün 300.000 miqyaslı xəritədə həmin sahə neçə kvadrat kilometr olar? 16 bütövdürsə, yəni 16-nı 4-ə böləcəm, eləyəcək 4. 24 də yarımçıqdır. 16 4-ə böləcəm, eləyəcək 4. 24-ü də 8-ə böləcəm, 3. Yəni bütövləri 4-ə bölür, yarımçıqları 8-ə bölür. Yəni bunu əvvəlki məsələdə izah edilmişdir. Daha sonra tapdıq ki 7 üstəgəlsin 3 bərabərdir 7 sm kvadrat, yəni xəritədə 7 sm kvadrata bərabərdir. Daha sonra miqyası 1 bölünsün 300.000 miqyaslı xəritədə həqiqi sahəsi neçə kilometr kvadrat olar? Yəni 7 vurulsun 3-ün kvadratı, yəni 3 kvadratda yəni nədir bizdə? 9-dur. 7 vurulsun 9, 63 elədir. Həqiqi sayısı 63 A bəndi, 59 A bəndi. Daha sonra generalizasiya ümumiləşdirmə hansı xəritədə daha çox olar? Hansı xəritədə daha çox olar? Təbii ki, generalizasiya hansı xəritədə daha çox olar? Təbii ki, daha kiçik miqyaslı xəritələrdə generalizasiya daha çox olar. Ona görə 60-da düzgün cavabımız A bəndi olacaq. Yəni rəqəmi hansı çoxdursa, o kiçik miqyaslıdır. Hansında rəqəm azdırsa, o böyük miqyaslıya aiddir. Daha sonra məhəllənin planı 4,2-nin 4,2 kilometrdir. Planşetdə ölçüləri 60 sm, 60 sm göstərmişdir. Miqyasını tapmağımızı istəyir. Yəni 4,2-ni, yəni 4,2-ni metrə çevirməliyəm. Yəni 4200. 4200-ü də 60-a böləndə eləyəcək, yəni 70. Yəni 1 sm-də 7000-ə bərabər olmalıdır. 61 olacaq. D bəndi 1 sm-də 7000 D bəndi. Daha sonra həqiqi sahəsi 6406
64288 kvadrat kilometr olan batağlığın xəritəlik sahəsi 82 sm kvadratdır. Bir batağlığın şimal hissəsindən cənub hissəsinə arasındakı məsafə 67,1 sm olduğu nəzərə alsa, bu məsafə yer kürəsi öz oxu ətrafında 40 dərəcə şimal polüsü üzrə neçə dəqiqə qət edər? Hə, tamam. Maraqlı məsələdir. Gəl işləyək. Bu nöqtəyə qədər bir məsələ kimi baxacağım. Bizdən birinci miqyası tapmağımızı istəyir. 6428-i bölərəm 82-yə. Yəni bölünsün 82-yə. Bu bizə verər 6482 bölünsün. Nəyə bölünsün? 288 bölünsün 82. O bizə verər 784. 784 görün nəyin kvadratıdır? Baxaq 26-nı görək kvadratıdırmı? 26 deyil, 27-yə baxaq. 28 olmalıdır. Hə, 28-dir. 28-in kvadratıdır. 780-də 28-in kvadratıdır. Tapdıq ki, bataqlığın yəni miqyası 1 sm-də 28 kilometrdir. Və bataqlığın şimal hissəsi cənub hissəsi arasındakı məsafə xəritə üzərində 67,1 sm olduğu nəzərə alsa, yəni gəlin biz bataqlıq şimal və cənub hissəsi arasındakı məsafəni hesablayaq. Yəni 67,1-i vuraram. 67,1-i vuraram mən neçəyə? 28-ə taparam ki 1878,8 tapdım. Daha sonra ki, bu məsafə yerin öz oxu ətrafında 40 dərəcə şimal paralelizə neçə dəqiqə qət edər? 40 dərəcə paralelini bilməliyik ki, 85,4-dür. 1878,8-i böləcəm nəyə? 85,4-ə. Bu da bizə verəcək neçəni dəqiqə? 67,1 vurulsun 28. Bu bizə verəcək 1878,8. Bu da bölünsün 85,4-ə. Bu verəcək 22. Hə, 22 dəqiqəni verəcək. Düzgün cavabımız olacaq A bəndi. 62 oldu A bəndi. Daha sonra həqiqi sayısı 80 kvadrat kilometr olan xəritədəki hansı sayı üzrə general sayı daha çox məruz qalır? General sayı daha çox məruz qalırsa, yəni biz burada ən kiçiyi götürməliyik. Yəni 63-də olacaq A bəndi 3,6. Çünki ən kiçiyə böldüyümüz zaman rəqəm daha çox olur. Yəni general sayı daha çox məruz qalır. Daha sonra 64-də baxaq, axırıncı məsələmizdə adan sahəsi 80 kvadrat kilometrdir. Həmin sahə politika üzrə 12 pütü və 16 yarımçıq damlalara bərabərdir. Həmin miqyaslı xəritədə A və B məntəqə arasındakı məsafə 6 sm olursa, həqiqi məsafəni tapmağımızı istəyir. Yəni bu nöqtəyə qədər məsələni həll eləyək. Adan sahəsi 80 km kvadratdır. Politika 12 və 16-dır. 12 bütövdürsə, 12-ni böləcəm mən 4-ə, eləyəcək 3 və 16 yarımçıq daması böləcəm 8-ə, eləyəcək 2. 3 2-ni toplarında eləyəcək 5. Tapdıq xəritədəki məsafə nədir? 5 sm kvadratdır və adanın həqiqi sahəsi 80 kvadrat kilometrdir. 80-i mən böləcəm 5-ə, miqyası tapmaq istəyir. 80-i bölərəm 5-ə, eləyər 16. 16-dan da kök çıxar, eləyər 4. Tapdıq ki, adanın miqyası 1 sm-də 4 km-ə bərabərdir. Daha sonra həmin miqyaslı xəritədə AB məntəqə arasındakı məsafə 6 sm olarsa, həqiqi məsafəni tapın. Miqyasımız 4, həqiqi xəritədəki məsafəmiz 6 sm isə, həqiqi məsafəni tapmaq istəyirsə, xəritədəki məsafə vurulsun miqyas, yəni 6 vurulsun 4, 6 vurulsun 4, o da bizə verəcək 24-dür. 64 eləyəcək A bəndi. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənədək hələlik.